Salam və təmkarlar. Bugünkü dərsimizdə vergi məcəlləsində amortisasiya və təmir xərclərinin gəlirdən çıxılması barəsində danışacağıq. Daha öncəki dərslərimizdə Ramil müəllim amortisasiyanın nə olduğu barəsində bizə ətraflı məlumat vermişdi. Bugün isə vergi məcəlləsində nəzərdə tutulan amortisasiya normaları, onların gəlirdən çıxılması və təmir xərclərinin gəlirdən çıxılması barəsində danışacağıq. Vergi məcəlləsinə uyğun olaraq xərclərin gəlirdən çıxılması baxımından 3 tip olaraq qruplaşdırmaq mümkündür. Birincisi, gəlirdən tam təşkildə çıxılan xərclər. İkincisi, gəlirdən müəyyən normalar daxilində çıxılan xərclər. Üçüncüsü isə gəlirdən çıxılmasına icazə verilməyən xərclər. Amortisasiya və təmir xərclərini gəlirdən müəyyən norma daxilində çıxılan xərclərin içərisinə aid etmək olar. Vergi məcəlləsinin 114.3-cü maddəsində amortisasiya olan aktivlərin illik amortisasiya normaları müəyyən olunur. Belə ki, bina tikili və qurğular üzrə illik olaraq 7%, maşın avadanlıqları üzrə illik 20%, yüksək texnologiya məhsulları üzrə 25%, nəqliyyat vasitələri üzrə 25%, digər əsas vəsaitlər üzrə 20%, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə 10%, istifadə müddəti məlum olan qeyri-maddi aktivlər üzrə isə istifadə müddətinin mütənasib məbləğlərdə, yəni düzxət metodu ilə amortisasiya hesablaması aparılır. Digər saydığımız normalar azalan qalx metoduna aiddir. Vergi məcəlləsinin 114.3-1-ci maddəsində üfüqi yoxlamaya daxil olmuş vergi ödəyiciləri üzrə amortisasiya normaları müəyyən olunur və bu normalar düzxət metodu ilə tətbiq olunur. Qeyd edək ki, aylıq amortisasiya hesablaması maliyyə çotunda mümkün olsa da, vergi məcəlləsi sadəcə olaraq illik amortisasiya hesablanmasını tələb edir. Bundan başqa, vergi məcəlləsinin 114.3-2 və 114.3-3-cü maddələrində mikro və kiçik sahibkarlar üçün müəyyən güzəştlər mövcuddur. Yəni, mikro və kiçik sahibkarlar öz əsas vəsaitlərinə hesabladığı amortisasiyanı mikro sahibkarlar 2 əmsal, kiçik sahibkarlar isə 1.5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər. İndi isə bunu bir nümunə üzərindən göstərək. Vergi ödəyicisinin əsas vəsaitlərinin ilin əvvəlinə qalıq dəyəri aşağıdakı kimidir. Əsas vəsaitlərin adları bina, avadanlıq və nəqliyyat vasitəsi olaraq müəyyənləşdirilib. İlin əvvəlinə qalıq dəyərləri 100.000 bina, avadanlıqlar 50.000, nəqliyyat vasitələri isə 60.000 olaraq müəyyən edilib. İl ərzində daxil olma sütunumuz vergi ödəyicisinin il ərzində əldə etdiyi əsas vəsaitlərin daxil olmasını göstərir. Hesablanmış amortisasiya sütununda biz daha öncə qeyd etdiyimiz amortisasiya faizlərini tətbiq edərək əsas vəsaitlərə amortisasiya hesablamağa çalışırıq. İlin əvvəlinə qalıq dəyəri 100.000 olan bina üçün amortisasiya norması 7% olaraq müəyyən olunur və ilin əvvəlinə qalıq dəyəri 100.000-i 7% vurduqda alınan 7.000 manat 7.000 amortisasiya xərcimiz olaraq öz çotumuzda qeyd edirik. Daha sonra ilin sonuna qalıq dəyəri tapılması üçün ilin əvvəlinə qalıq dəyərinin üzərinə il ərzində daxil olmanı və daha sonra il ərzində hesablanmış amortisasiyanı çıxmaq lazımdır. Təsəvvür edək ki, avadanlıqların il ərzində daxil olması 10.000 manat olmuşdur. İl ərzində hesablanmış amortisasiyanı tapmaq üçün avadanlığın ilin əvvəlinə qalıq dəyərinin üzərinə il ərzində daxil olmalı, yəni vergi ödəyicisinin il ərzində əldə etdiyi avadanlıqları məbləğini gəlib, daha sonra məcəllə ilə müəyyən olunmuş faiz normasına vurmaq lazımdır. 12.000 manat il ərzində hesablanmış amortisasiya məbləği tapırıq. Daha sonra ilin sonuna qalıq dəyərinin tapılması üçün ilin əvvəlinə qalıq dəyəri, üzərinə gəlsin il ərzində daxil olma, daha sonra isə hesablanmış amortisasiyanı çıxmaq kifayət edir. Nəqliyyat vasitələri üzrə amortisasiya hesablanması üçün nəqliyyat vasitələrinin ilin əvvəlinə qalıq dəyərinin 25%-ə vurulması lazımdır. İl ərzində hesablanmış amortisasiyanın 15.000 manat olduğu nəzərə alaraq, nəqliyyat vasitəsinin ilin sonuna qalıq dəyəri 45.000 manat olaraq müəyyən olunacaq. Bildiyimiz kimi, təmir xərcləri məcəllənin 115-ci maddəsi ilə tənzimlənir. Məcəllənin 115.1-ci maddəsində bina tikili və qurğular üzrə 2%, maşın avadanlıqları üzrə 5%, yüksək texnologiya məhsulları üzrə 5%, nəqliyyat vasitələri üzrə 5%, yük nəqliyyat vasitələri üzrə 8%, digər əsas vəsaitlər üçün isə 3% olaraq müəyyən edilir. Bu faizlər əsas vəsaitlərin ilin əvvəlinə olan qalıq dəyəri üzərindən hesablanır. Nümunə olaraq baxsaq, vergi ödəyicisinin ilin əvvəlinə əsas vəsaitlərin əvvələ qalığı aşağıdakı kimi olub. Binaların əvvələ qalığı 100.000, avadanlıqların 50.000, yük nəqliyyat vasitələrinin əvvələ qalığı isə 0 manat olmaqla yanaşı, il ərzində 60.000 manat daxil olmamız vardır. İl ərzində əsas vəsaitlərin təmiri ilə bağlı aşağıdakı xərclər çəkilib. Binalar üzrə qeyd etdiyimiz kimi, illik təmir norması 2% olduğunu nəzərə alaraq, ilin əvvəlinə qalıq dəyərini, yəni 100.000 manatı 2%-ə vurub,
2000 manat normanı əldə edirik. Əgər aldığımız norma il ərzində çəkilən təmir xərcindən artıq deyilsə, həmin norma birbaşa olaraq gəlirdən çıxılan xərclərə aid edilir. Avadanlıqlar üzrə ilin əvvəlinə qalıq dəyərinin 50.000 manat olduğunu nəzərə alaraq, avadanlığın təmir faizinin normasının 5% olduğunu nəzərə alıb, 5% vurmaqla 2500 manat əldə etmiş oluruq. Qeyd etdiyimiz kimi, əgər aldığımız norma faktiki çəkilən xərcdən azdırsa, bizim gəlirdən çıxa biləcəyimiz hissə sadəcə olaraq norma ilə yekunlaşır. Qalan hissə, yəni faktiki çəkilən xərc ilə norma arasındakı fərq 500 manat avadanlığın il ərzində daxil olma sütununa yazılmalı və avadanlığın dəyərinə əlavə olunmalıdır. Yük nəqliyyat vasitələri üzrə 1000 manat təmir xərci çəkilib. Qeyd etdiyimiz kimi, icarə xərcləri sadəcə olaraq ilin əvvəlinə qalıq dəyərinin müəyyən normaya vurulması ilə tətbiq olunduğu üçün və yük nəqliyyat vasitələrinin ilin əvvəlinə qalıq dəyərinin 0 manat olması səbəbindən bu xərclərin hamısı, yəni 1000 manatın hamısı kapitallaşan xərclərimə aid olunacaq və il ərzində hesablanmış amortizasiyanın tərkib hissəsi olaraq xərcə yazılacaq. Yük nəqliyyat vasitələrinin əvvələ qalı 0 manat olduğu üçün norma 0 manat olaraq müəyyən olunur, gəlirdən çıxılan hissə 0 manat və kapitallaşan hissə isə birbaşa olaraq çəkilən xərc olaraq qeyd edilməlidir. Hesablanmış amortizasiya ilin əvvəlinə qalıq dəyərinin binalar üzrə 7% vurulması ilə müəyyən olunacaq. Avadanlıqlar üçün isə ilin əvvəlinə qalıq dəyəri üzərinə gəlsin il ərzində daxil olma. Yəni, bizim kapitallaşdırdığımız 500 manat olaraq nəzərə alınıb 20%-ə vurulacaq. Yük nəqliyyat vasitələri üçün isə ilin əvvəlinə qalıq olmadığı üçün il ərzində daxil olmanın 25% vurulması ilə müəyyən olunacaq. İlin sonuna qalıq isə ilin əvvəlinə qalıq üzərinə gəlsin il ərzində daxil olma və hesablanmış amortizasiyanın fərqi olaraq 3-ota alınacaq. Vergi məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən icarəçinin balansında 3-ota alınmayan əsas vəsaitlərə çəkilən təmir xərcləri icarə müqaviləsi müddəti ərzində, lakin 5 ildən az olmayan müddətdə xərc olaraq silinməlidir. Yəni, bugünkü nümunəmizdə vergi ödəyicisinin icarəyə ötürdüyü ofisin təmiri ilə əlaqədar 10.000 manat xərci olmuşdur. Lakin icarə müqaviləsi müddəti 3 ildir. Biz bu halda öz xərclərimizi 3 ilə deyil, məcəllənin qeyd etdiyi qaydada 5 ilə bölüb xərc olaraq tanımalıyıq. Yəni, vergi ödəyicisi birinci il ərzində 10.000 manatını icarə müqaviləsi müddətinə deyil, məcəllənin bildirdiyi 5 ilə bölüb öz xərcində tanınmalıdır. Və bu 2000 manat hər növbəti il üçün xərc olaraq qeydə alınacaq. Nəzərə almaq lazımdır ki, icarə müqaviləsinin müddəti 3 ildən 8 ilə artırılarsa, həmən yerdə qalan xərclərimiz icarə müqaviləsinin müddətinə mütənasib məbləğlərdə gəlirdən çıxan xərclərə aid ediləcək. Bugünkü mövzumuz bura qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Əgər mövzu ilə bağlı hər hansısa sualınız yaranarsa, şərh bölməsinə qeyd etməyi unutmayın. Bu tipli videolardan daha tez xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək. Sağ olun.